Salam, hörmətli izləyicilər. Bugün sizlərə iki tərtibli, sabit əmsallı, xətti qeyri-birciz differensial tənliklərə aid bir sualın izahını verəcəyəm. Keçək sualın şərtinə. Deməli, sualda deyilir ki, tənliyi həll edin. Əvvəla bilməliyik ki, bu tənliyin, yəni ki, qeyri-birciz differensial tənliyin həlli iki cəmdən ibarətdir. Bu tənliyin həlli y olsa, y bərabərdir y0 plus y üstündə xətt cəmlərindən. Y0 həlli birciz differensial tənliyin həllidir. Y üstündə xətti araşdırmaq üçün isə qeyri-müəyyən əmsallar üsulundan istifadə edirik. Onu da sualın şərtində görəsiniz. Əvvəla gəlin Y0 həllini araşdıraq. Y0 həlli bərabərdir birciz differensial tənliyə. Y üstündəki xətt, Y xətt minus 2Y. Yəni burada törəmələrdir. İndi bu tənliyi həll etmək üçün biz əvvəl də qeyd etmişdik birinci videoda, birinci dərsdə. Y bərabərdir Y üstündə KX bu tənliyin həlli olsun. İndi bunu araşdırmaqdan ötürü məndə birinci tərtib törəmə var. O zaman birinci tərtib törəməni yazıram. Y bərabərdir Y üstündə KX yazdıq və bunun törəməsi. Y üstündə KX ilə Y üstü KX-dir. KX-in törəməsi də K-ya bərabərdir. Yazarıq da KX-in törəməsi. O da bərabərdir K vurulsun Y üstündə KX-a. İndi ikinci tərtib törəməni tapsaq, birinci tərtib törəməyə nəzərən K vurulsun Y üstündə KX. Bunun nəyi var? Bunun törəməsi var. K artıq buradadır. Bunun törəməsi var. İndi birinci tərtib törəmənin nəyi var? Artıq törəməsi var. O da bərabərdir K vurulsun Y üstündə KX törəməsi yenə Y üstündə KX-dir, amma mürəkkəb funksiya olduğuna görə KX-in nəyi var bir də? KX-in törəməsi var. X-in törəməsi 1-ə bərabərdir. K-nı K-ya vurduq, oldu K kvadrat. Vurulsun Y üstündə KX. İndi gətirək Y-i birinci tərtib və ikinci tərtib törəmələri bax bu tənlikdə, düsturda yerinə yazaq. Deməli, ikinci tərtib törəməmiz oldu. K kvadrat vurulsun Y üstündə KX-a. Daha sonra plus Y birinci tərtib törəmə var. O da üzərinə gəlsin. K vurulsun Y üstündə KX. Minus 2 vurulsun Y. Y-ə nə demişik biz? Həllinə Y üstündə KX. O nəyə bərabərdir? 0-a. İndi hər tərəfdə Y üstündə KX-lar ortaqdır. Bunları mötərizə xaricinə çıxardaq. Vurulsun K kvadrat minus K minus 2. Nəyə bərabərdir? O da 0. Birinci halda Y üstündə KX heç bərabər 0 olmur deyə əvvəldə qeyd etmişik. İkinci hasili 0-a bərabər edib K-ları tapırıq. Yazıram K kvadrat plus K minus 2 bərabərdir 0-a. Diskriminantı yoxlayaq. Diskriminant bərabərdir 1 plus 8. O da nəyə bərabərdir? 9-a. Bu 0-dan böyükdür. 0-dan böyük olduğuna görə bu tənliyin ümumi həlli aşağıdakı kimi olacaq. İndi əvvəlcə K-ları tapaq. K1 plus K2 bərabərdir mənfi 1-ə. K1 vurulsun K2 bərabər deyir mənfi 2-yə. Deməli, K1-imiz burada neçə olsun? Mənfi 2 olsun. K2-miz isə müsbət 1 olsun. İndi diskriminant 0-dan böyük olduğuna görə bu tənliyin həlli bərabərdir. C1 vurulsun Y üstündə K1x üstə yensin C2 vurulsun Y üstündə K2x-a. C1 və C2 də burada ədədlərdə belə deyək. Deməli, C1, C1 vurulsun Y üstündə K1. K1 mənfi 2-dir. Yazırıq Y üstündə mənfi 2x. Üzərinə gəlinsin. Daha sonra var C2 vurulsun. Y üstündə K2 də 1-dir. Yəni ki, 1x vuranda oldu x. Yəni ki, K1 və K2 ədədlərini burada qeyd etdik. Deməli, bu tənliyin Y həlli, Y0 həlli bundan ibarətdir. İndi keçək Y üstündə xətti tapmaq üçün. Buna da qeyri-müəyyən əmsallar üsulundan istifadə edilir. Əvvəla tənliyin sağ tərəfi. Baxıram, tənliyin sağ tərəfi nədən ibarətdir? 10x kvadratından ibarətdir. Qeyri-müəyyən əmsallar üsulunda biz burada nə deyə bilərik? Deyə bilərik ki, Y bərabərdir. Y üstündə xətt bərabərdir. AX kvadrat üstə BX üstə yensin C şəklindədir. İndi Y üstündə xətt özü də 10x kvadrat verib. Əvvəla Y üstündə xətt var. Bir də var bizdə birinci tərtib törəmə və ikinci tərtib törəmələr. Baxın, birinci var burada. Birinci tərtib törəmə, bir də ikinci tərtib törəmələrimiz var.
Burada həmin törəmələri tapaq, bərabərdir. Həmin düsturda yerinə yazaq. İndi hansı düsturdur? Bax, bu düsturda bunu yerinə yazaq. İndi mən burada nə edirəm? Birinci tərtib törəməsini tapıram. Ax kvadrat üstə bx üstə c. Ax kvadrat plus bx üstə yansın c. Bunun nəyi var? Törəməsi var. Olur 2ax üzərinə gəlinsin b-yə. İkinci tərtib törəmə, birinci tərtib törəməyə nəzərən y-in törəməsinin nəyi var? Törəməsi var. Y-in törəməsi 2ax üzərinə gəlinsin b-dir. Bunun törəməsi nəyə bərabərdir? Elə 2a-ya bərabərdir. İndi ikinci tərtib törəmə. Həmin tənliyi hansı idi? Y2 şitirik, Y2 şitirik. İkinci tərtib törəmənin yerinə yazıram. Həmin sualı buraya yazaq. İkinci tərtib törəmə. Üstə yansın Y şitirik minus 2y bərabərdir 10x kvadratına. İndi ikinci tərtib törəməni yazıram nə? 2a. Yazdım burada yerinə 2a-ya. Birinci tərtib törəmənin yerinə yazıram 2ax üstə b. Bax, bunu yerinə yazıram 2ax üstə yansın b. Qeyri-müəyyən əmsallar üsulu. Minus 2 vuraq, y-in özünə demişəm ax kvadrat plus bx plus c. Yəni çox adi şəklindədir. Ax kvadrat plus bx üstə yansın c bərabərdir 10x kvadrat verib yazıram 10x kvadrat plus 0 vuralsın x üstə yansın 0 şəklində yazmağın da bir qorxusu yoxdur. İndi burada da məsələn vurub açaq sadələşdirək. Yazıram 2a üstə yansın 2ax üzərinə gəlinsin b minus 2ax-ın kvadratı minus 2bx minus 2c bərabərdir 10x kvadrat plus 0 vuraq x plus 0. İndi sol tərəfi də biraz sadələşdirək, standart şəkildə gətirək. Mənfi 2ax kvadrat təkdir yazdım mənfi 2ax kvadratına. Sonra 2ax var. 2ax var. Sonra 2bx var. Buradan da x'i çıxarsam mötərizə xaricinə 2a minus 2b qalır. Plus 2a üstə b. 2a üstə gəlsin b. Bir də nə qalıb? Bir də 2c qalıb. O nəyə bərabərdir? 10x kvadrat üstə gəlsin 0 vur x üstə gəlsin 0. Bu da bir-birinə bərabər olması üçün eynik olmalıdır. Yəni ki, mənfi 2a bərabərdir 10'a. Yazdım bura 10'a. Sonra 2a minus 2b bərabərdir. Bax, bu 0'a, x-in əmsalına. Bir də 2a üstə b çıx 2c bərabərdir. O da 0'a sabit həddə. İndi burada a bərabərdir mənfi 5 alınır. Onu mənfi 2'yə böldür. Mənfi 5. Daha sonra 2a minus 2b 0 ise a b'yə bərabərdir. Mütləqdir. Deməli b də mənfi 5'dir. Daha sonra 2a. 2a'mız nədir? A'mız mənfi 5'dir. 2'yə vurdu. Oldu mənfi 10. Üzərinə gəlsin b var. Yəni ki, üzərinə gəlsin mənfi 5 var. Minus bir də nə var? 2c bərabərdir 0'a. 2c'ni attım sağ tərəfə. Oldu 2c bərabərdir. 10 üstə mənfi 10, mənfi 5, mənfi 15 edər. C də bərabərdir. Mənfi 15 bölünsün 2'dir. İndi gətirək bunu da tənlikdə yerinə yazaq. Demişdik ki, tənliyin əlli y bərabərdir. Y0 üstə yansın y xətdən ibarət idi. Y0 həllini biz nə tapdıq? Bax, Y0 həlli bax bundan ibarətdir. C1 y üstündə mənfi 2x üstə C2 y üstündə x-a. Yazaq. C1 y üstündə mənfi 2x üstə yansın C2 y üstündə x-a. Plus bir də nə var? Y üstündə xəttin həlli. Yəni y ştrikin həlli. O nəyə bərabərdir? Y ştrikin həllində biz belə demişdik. Ax kvadrat plus bx plus c şəklində. İndi a-nı tapmışıq. A-nı mənfi 5 tapmışıq. Yəni ki, mənfi 5x kvadratdır. Bx minus 5b minus 5x yəni ki, b-ni yenə daha doğrusu mənfi 5 yazıram. Minus 5x olur. Plus c var. C-ni də mənfi 15 böl 2 tapmışıq. İndi gətirək bunu da y üstündə xətti. Y ştriki də burada yerinə yazaq. Demişdik axı, y0-dan bu iki cəmdən ibarətdir. Mənfi 5x kvadrat minus 5x çıx 15 bölünsün 2'yə. O da bərabərdir. C1 y üstündə mənfi 2x üstə yansın C2 y üstündə x-a minus 5x kvadrat minus 5x minus 15 bölünsün 2. Deməli, bu tənliyin həlli y bərabərdir. Bax, bu şəklindədir.